Çünki sən təkcə özü fikirləşmə. Ey ailəsi olan müsəlman qardaşım. Axı sən evə qayıtmağın nə var? Sən evə də qayıdacaqsan. Səndən görəcəklər axı. Axı sən evdə ölgədənsən. Sən ola bilər çöldə ölgədən deyilsən. Ola bilər sən çöldə tələbə deyilsən, amma sən evində tələbəsən. Sən evində öyrədənsən, sən evində nəsihət eləyənsən. Sənin evində səndən götürülür. Heç kimdən yox. Sənin zövcən birinci səndən soracaq. Kimə qulaq asmaq olar? Çünki onda haqqı batildən ayıracaq bir elm yoxdur axı. O bilmir kim sələfidir, kim bidətçidir əslən. Sən öyrədən. Və səndə də o yoxdur. Səndə də həya yoxdur. Səndə də oturub durduqlarını, səndə olanı da səndən alıblar. Sən evdən öyle gələcəksən. Ona görə qardaşlarım, bir müsəlmanın özünə zərər verməsi təkcə onun özünə qayıtmır. Xüsusilə də o müsəlman ki, ondan götürürlər. Onlardan biri ailə idi. Səndən gələn həya vallahi sənin ailəndən gedəcək. Həyasızlaşdıqca, sən həyasız olduqca vallahi sənin ailəndən də gedəcək.